بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین. والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن الدائم على اعدائهم اجمعین من الآن الى قیام یوم الدین. اعوذ بالله من الشیطان الرجیم. یا ایها الذین آمنوا آمنوا بالله و رسوله والکتاب الذی نزل علی رسوله. Ötən günlərdə deyildi ki, Qur'an İslam Peyğəmbərinin əbədi möcüzəsidir və Allah da möminlərə xitab edəndə buyurur, Allaha və Allahın Rəsulinə iman gətirin. Bir də o kitabı ki Allah Peyğəmbərə nazil eləyib, o kitabə də iman gətirin. Vəl-kitab-ləzi nəzzələ alə rəsulih. O kitabı ki Allah Peyğəmbərə nazil eləyib, o kitabə də iman gətirin. Necə biz Allahı istəyirik iman gətirək, vacibdir ki onu tanıyaq. Bir Allahı ki insan onu tanımasa, ona necə iman gətirər? Necə Allah buyurur Peyğəmbərə iman gətirin və biz Peyğəmbərə iman gətirməyə görə vacibdir ki Peyğəmbəri tanıyaq, onun möcüzələrindən, onun gətirdiyi kitabdan, onun tarixindən, onun dediyi sözlərdən, onun əməllərindən axtarış aparaq, xəbərdar olaq, ondan sonra ona biz mərifət gətirək və mərifətimiz olandan sonra ona iman gətirək. Necə bu vacibdir? Qur'andakı insan istəyir ona iman gətirsin və ona iman gətirmək vacibdir. Olmaz ki insan eşidə bir Qur'an var, ona da iman gətirə. Əgər insan Qur'anı tanımasa, əgər insan Qur'anı dəqiq bilməsə, Qur'anın necə nazil olmağın, kimə nazil olmağın, nə mənə gətirməyin, nə istəməyin bizdən, möcüzələrindən, ayələrindən, əhkamından, şəriətindən əgər insan xəbərdar olmasa və bunu oxuya bilməsə, bunun mənasından bir qədər icmalda olsa, əlində olmasa, ona iman gətirməyi çox çətin olar. Əgər iman gətirsə də imanı zəif olar. Necə zəif iman gətirib, elə zəif halda da imandan çıxar. Ona görə də lazımdır ki insan Qur'anın barəsində bir qədər, lazımlı qədər məlumat əldə etsin və bilsin ki, o kitabı ki mən onu qəbul edirəm, iman gətirirəm, o kitab necə bir kitabdır? Bu barədə keçən məclislərimizdə danışdıq. Qur'anın adların, Qur'anın sifətlərin
və söhbət elədi ki, Quran vəhy olub İslam peyğəmbərinə və vəhyin mənasın dedim ki, vəhy nə olan şeydir və Quranda vəhy necə deyilib və neçə dəfə və neçə surətdə vəhyi biz Quranda oxuyuruq. Dünən dedim, vəhy ümumi götürəndə 3 cürədir. Quranın ayələrində biri budur ki, Allahdan nazil olur, Allah vəhy eləyir. İkincisi budur ki, insanlar insanlara vəhy eləyir. Üçüncüsü budur ki, şeytan vəhy eləyir. 3 cürə Quranda vəhyi ayələrdə biz oxuyuruq. 4 qism mövcudata Allah vəhy eləyir. Birincisi peyğəmbərlərədir. Allahın vəhyi peyğəmbərlərədir. Ondan sonra Allahın vəhyi mələkələrədir. Ondan sonra Allahın vəhyi insanlaradır. Bir də Allahın vəhyi bütün yaratdığı xəlqə, kainata və yaratdığı mövcudlaradır. Fərqi yoxdur. Dağ olsun, daş olsun, quş olsun, dəniz olsun, hər nə olur olsun. Bu Allahın etdiyi vəhyilərdir. Peyğəmbərin barəsində oxuduq ki, Allahın peyğəmbərlərə vəhyi nə cürədir? Dünən onu da oxuduq ki, Allah peyğəmbərlərinə neçə cür vəhyi göndərir? Biri buyurdu ki, peyğəmbərlərə Allah heç bir vasitəsiz vəhyi göndərir. Və bu ən çətin vəhylər idi ki, dünən dedim peyğəmbərlərin barəsində, İslam peyğəmbərinin barəsində. Biri də budur ki, Allah bir şeyin vasitəsi ilə səs yaradır və qeybidən səs yaradır, peyğəmbərinin qulağına çatdırır. Necə Musa ağacdan səs eşidirdi, necə İslam peyğəmbəri Meyraca gedəndə Allah ona səs yaratmışdı və Allah onun öz səsini onun qulağına çatdırırdı. Bu da heç bir vasitəsiz, amma səs yaradır və səs ilə onun qulağına çatdırır. Bu iki. Üçüncüsü də Allah peyğəmbərlərinə mələkə göndərir. Mələkə də Cəbraildir ki, dedim, Cəbrail 2 surətdə peyğəmbərin gözünə görsənirdi. Biri, bir insan surətində, bir nurani insanın surətində gəlirdi, onun gözünə görsənirdi, otururdular, danışırdılar və biri də ki, Cəbrail öz surətində peyğəmbərin gözünə görsənirdi və bu da 2 dəfə oldu. Bir dəfə, birinci dəfə vəhy nazil olanda, bir də ki, Həzrəti Cəbrail peyğəmbəri Meyraca aparanda, o öz surətində peyğəmbərin gözünə görsəndi ki, peyğəmbər buyurur, Cəbrail nazil olanda yerə, şərqdən qərbə kimin yer kürəsini doldururdu. Amma doldururdunun mənası nədir? Peyğəmbər onu necə görürdü? Onlar peyğəmbərin özünə aiddir. İkinci cürə vəhy ki, bugünümüzün bəhsidir. O budur ki, Allahın vəhyidir mələkələrə. Allah necə ki, peyğəmbərlərə vəhyi göndərir, eləcə də mələkələrə də vəhy eləyir və onlarla danışanda vəhy ilə onlarla danışıb. Ənfal surəsinin 12-ci ayəsində ona nümunə oxuya bilərik. Qaləllahu Teala buyurur, İz yuhi Rabbuka iləl mələikə ənni ma'akum və fəsəbbitu əllezine amenu
سألقی فی قلوب الذین کفروا الرعب. Bu ayə Bədr müharibəsinin barəsindədir. Bədr müharibəsində müsəlmanların vəziyyəti bir cür idi ki, Allah onlara istədiyi xüsusi bir kömək eləsin. Pərverdigar aləm mələkələrə vəhy elədi. Dedi, siz gedin möminlərin barəsində, onların ürəklərində imanların sabit eləyin və mən özüm də kafirlərin ürəyinə röb, vəhşət yaradacağam. Müharibədən və möminlərdən ürəklərində qorxu yaradacağam ki, məğlub olsunlar. Onu belə buyurur. İz yuhi Rabbuka iləl mələikə. Peyğəmbər yaduğa sal o zaman ki Allah sənin Rəbbin mələkələrə vəhy elədi. Buyurdu, ənni mə'akum. Narahat olmayın. Mən sizinlənəm. Sizə kömək eləyəcəyəm. Siz gedin ay mələkələr. Fəsəbbitullezine amenu. Möminlərin ayaqların müharibədə sabit eləyin. Ürəklərində imanları sabit eləyin. Qoyun onlar qorxmasınlar, qaçmasınlar, Peyğəmbəri təh qoymasınlar, nigaran və narahat olmasınlar. Səulqi fi qulubillezine kəfəru ər-ru'b. Tezlikcən mən özüm də kafirlərin ürəyində röb yaradacağam, qorxu yaradacağam, vəhşət yaradacağam ki, onlar qorxsunlar və qələbə çala bilməsinlər. Və Peyğəmbərə Allah bu sözü buyurur və həqiqətən də belədir. Mən istəmirəm buradan çıxam, gedəm tarixə, tarix barəsində ki, Bədr müharibəsi necə başlandı, necə qutardı, Allahın köməyi necə oldu, o çox uzun bir söhbətdir. Amma bu ayədə o barədə işarə eləyir və Allahın mələkələrə vəhy eləməyinə nümunə biri də bu ayədir. Quranda Ənfal 12. Üçüncü cürə vəhy ki Allah eləyir, Allah öz bəndələrinə də vəhy eləyir. Bu cürdür ki, ancaq Peyğəmbərlərə vəhy eləyə. Allah bəndələrinə də vəhy eləyir, ilham eləyir, onların ürəklərin açır və istədiyi sözü, mətləbi onların ürəklərinə atır və bu çox insanlarda görünür. Xüsusən o insanlar ki imanları güclüdür. Hər nə qədər insanın imanı güclü olsa, belənçi ilhamlar insanlara çox olur. Bəzən görürsən, insan oturub bir mövzunun barəsində danışır, məsləhətləşir. O iclasda bir qərar qəbul oldu, 5 nəfər, 3 nəfər. İstəyirsən durasan, ürəyivə bir şey düşür. Deyirsən ki, mənim fikrimə bir şey gəldi, ürəyimə bir şey düşdü. Onu danışırsan, qabaqki qərarı pozursan, sonra ürəyivə gələn sözü, qərara alırsan, gedirsən, eləyirsən və nəticədə aparırsan. Yüzlərlə, minlərlə belənçi hadisələr insanların başına gəlir. Nə qədər insanların imanı, təqvası, ürəyində nuraniyyəti çox olsa, o qədər Allah onları ilham vasitəsilə hidayət eləyər. Nümunə var Quranda belə şeyə, nümunə çox. Onlardan biri Həzrəti Musanın barəsində, Həzrəti Musanın anası idi. Elə ki Musanı dünyaya gətirdi və elə ki Musanı dünyaya gətirəndən sonra o mama ki onun evindən çıxdı, məmurlar bildilər və onun evinə töküldülər və bir qorxu yaratdılar və Musa təndirə atıldı, amma otun içində yanmadı, Allah onu saxladı. Ondan sonra bu xanım həmişə qorxa-qorxa süt verirdi uşağa. Allah uşağı da bir cür elədi ki,
neçə ay ki anası ilə idi, uşağın səsi çıxmadı. Bir uca ağlasın, bir səsi çıxsın, qonşu eşitsin, bunların heç birisi olmadı. Tain ki bir müddət, 3 ay, bəziləri deyir 6 aya qədər evdə saxladı, ona süd verdi. Amma vəziyyət çox pis idi. Vəziyyət qorxulu vəziyyət idi. Xanım qorxurdu ki, bilələr, tökülələr evə, uşağı görələr və onda uşağı öldürəcəkdilər. Hələ anasını da öldürəcəkdilər, o başqa məsələ. Ona görə də bu xanım nigaran idi. Nigarançılıqdan çıxmağa görə Allah onun ürəyinə vəhy elədi. Dedi, heç narahat olma. Mən ayəni oxuyuram. Qisəs surəsinin 7-ci ayəsi. Allah özü buyurur bu məsələni. Buyurur və oheyna ilə ummi Musa. Oheyna vəhy sözündəndir. Yəni biz vəhy elədik Musanın anasına ən ərzi'ihi. Narahat olma, uşağa süd ver. Fəizə xifti əleyh. Amma gördün ki, qorxursan, vəziyyət çox xarabdır. Fəəlqihi fil yəm. Qoy bir qutunun içinə, at suyun içinə, mən onu saxlayacağam. Mən onu qaytaracağam sənə və onu peyğəmbərlərdən biri eləyəcəyəm. Nigaran olma. Burada Allah vəhy eləyir kimə? Nə peyğəmbərə, nə məlakiyə. Həzrət Musanın anası nə peyğəmbərdir, nə məlakədir, bir insandır. Amma peyğəmbər onun bətnindən dünyaya gəlib. Allah onu o çətinlikdən nicat verməyə görə ona vəhy elədi. Və oheyna ilə ummi Musa, vəhy elədik biz Musanın anasına və belənçi vəhiyləri mən yenə də təkrar deyirəm. Hər qədər insanın nuraniyyəti çox olsa, o qədər də belənçi ilhamlar ona olar. Və bu vəhyi ki Allah o xanıma elədi, bu vəhyin mənası budur ki, ona Cəbrəyili göndərdi, ona məlakə göndərdi. Yox, Allah bu sözü onun ürəyinə atdı. O söz bunun ürəyinə düşəndən sonra o qədər sakit oldu ürəyi, o qədər rahat oldu ürəyi. 1000% bildi ki, bu uşağı mən atacağım suya və bu uşağı Allah mənə salamat qaytaracaq və bu uşağı da peyğəmbər eləyəcək. O qədər onun ürəyi sakit oldu, ta bu işi eləyə bildi. Bu da 3-cü, Allahın vəhiylərindən 4-cü də mən dəfələrlə demişəm və bu ayələrdə də var ki, Allah bütün yaratdıqlarının hamısı ilə əlaqəsi var. Və bütün yaradılışın hamısı Allahın iradəsi ilə yaşayır. Hətta çayın daşları, hətta çayın qumları, hətta bitkilər, hətta dağlar, hətta üzənlər, hətta uçanlar, onların hamısı Allahla əlaqədədir və Allah onlara ilham eləyir. Onların fitrətində yaradıb ki, onlar nə cür yaşasınlar. Misal üçün, Nəhl surəsində 68 və 69-cu ayədə arının barəsində buyurur. Buyurur, onları Allah vəhy elədi ki, bax, necə yaşayın. Və əvhə Rəbbukə ilən-nəhl, Peyğəmbər, sənin Allahın arıya vəhy elədi, ənittəxizi minəl-cibal buyutən və minəş-şəcər və mimma ya'rişun. Arıları Allah fitrətində qoydu, onları başa salmışdı ki, onlar dağların başında getsinlər özləri üçün yuva düzətsinlər, ağaçların başında özləri üçün yuva düzətsinlər, hər bir uca yerlərdə özləri üçün yuva düzətsinlər və orada yaşasınlar. Thumma kuli min kulli səmərat. Ondan sonra gedin, bütün güllərdən, çiçəklərdən istifadə edin, ondan sonra gəlin bal düzəldin. Bax, bunu Allah onlara öyrətmişdi və bu da bir cürə vəhyidir və bu vəhy hər insanın, hər heyvanın, hər bitkinin ürəyində qoyulub, onun fitrətində qoyulub.
Hətta göylərin barəsində Fussilət ayəsinin 12-sində buyurur və "Ovha fi kulli semain əmrəha", bütün göylərin hamısına necə yaşamağı hamısını onlara başa salmışdı. Yəni bir qanun qoymuşdu göylərə, yerə, bütün o nizam ki aləmdə var, sistem ki var gedir, onların hamısı öz qanununda hərəkət eləyir. Heç birisi onların bir ləhzə, bir saniyədə olsun, onlar qanunu pozmayıblar və poza da bilməzlər. Allahın iradəsi ilə onlar belə yaşayırlar. Bax, bu da Allahın 4-cü vəhyi. Biz dedik, neçə cür vəhyi var? 3 cür. Biri Allahınkidir, biri insanların vəhyidir, biri də şeytanın vəhyi. İnsanların vəhyi necədir? 2-ci cürə vəhyi buyudur. İnsanların vəhyi budur ki, insanlar bir-birləri ilə danışmırlar, söz dillərinə gəlmir, işarə ilə, əlamət ilə, nişanə ilə öz istədiklərin ürəklərindəki sözü onların beyinlərinə atırlar. Və o adam da bunun ürəyində olan sözü mükəmməl surətdə başa düşür. Amma heç bir söz yoxdur arada. Və Quranda da buna işarə var. Quranda işarə eləyir ki, belənçi vəhyilərdən çox olub. O hardadır? فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَى إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا. Həzrəti Zəkəriyanın barəsindədir. Həzrəti Zəkəriyya peyğəmbər idi. Və bu peyğəmbər çox yaşlı bir peyğəmbər idi. Təxminən 80-dan yuxarı yaşı var idi. Amma özünün evladı yox idi. Həzrəti Məryəm dünyaya gələndən sonra Həzrəti Məryəmi kim saxlasın? Bir neçə nəfər yığışdılar, istədilər ki, onu saxlamağın öz öhdələrinə götürsünlər. Gətirdilər, bunlar püş atdılar və qurə çıxdı kimin adına? Zəkəriyyanın adına. Zəkəriyya öhdəsinə aldı ki, Məryəmi saxlasın. Məryəm də Quds məscidində ibadət eləyirdi. Mehrabında gecələr səhərə qədər ibadət eləyir. Günüzlər də o məsciddə qulluqçu kimin işləyir. Anası nəzr eləmişdi ki, uşağı olsun və o uşaq gələr Quds məscidində Allaha xidmət eləyər. Amma Zəkəriyya hərdən gəlir, baxır, görür, xoşu gəlir. Bir qız bu gözəllikdə ibadət eləyir, amma onun yanında qış fəslində yay meyvəsi var. Yay fəslində qış meyvəsi var. Təəccüb elədi. Ya Məryəmu ənna ləki haza. Məryəm, bunlar hardan gəlir sənə? Qalət huvə min indillah. Dedi, onlar Allah tərəfindən mənə göndərir. İnnəllâhə yərzuqu mən yəşâ bi qeyri hesab. Allah kimə istəsə bunu nazil eləyər. Bax, bu halları Zəkəriyya gördü. Görəndən sonra Allaha dua elədi. Quran belə buyurur. Hunalikə də'a Zəkəriyya Rəbbəh. Qalə Rəbbi həbli millədunkə zurriyyətən təyyibə. Zəkəriyya Allaha dua elədi. Dedi, ilahi, mənə də öz rəhmətindən, bərəkətindən bir evlat ver. Amma pak və pakizə evlat. Zurriyyətən təyyibə, təyyib bir zürriyyə mənə inayət elə. Allah Zəkəriyyanın duasını qəbul elədi. Mələkələrə buyurdu ki, gedin Zəkəriyya xəbər verin. Zəkəriyya mehrabda ibadətə məşğuldu, mələkələr gəldi. Ya Zəkəriyya, nübəşşirukə biğulamin ismuhu Yəhya. Gəlmişik sənə müştuluq verək. Allah sənə bir oğul verəcək, o oğulun adın özü qoyub, Yəhya adında bir oğul verəcək. Allah Zəkəriyyaya Yəhyanı sonra verdi, Yəhya dünyaya gəldi,
Amma az yaşında Allah onu peyğəmbər elədi və az yaşında da 9 yaşında onun başını kəsdilər, teşdə qoydular. Zalimlər necə ki o birisi peyğəmbərlərinə müxalifət eləyib, hərə ilə bücür eləyirdilər, Yəhya ilə də bu oyunu çıxartdılar, başını kəsdilər, teşdə qoydular. Odur ki, tarixdə yazırlar, 2 insanın başı kəsilib və 2 insanın başı teşdin içində gəzib. Biri Yəhya peyğəmbər idi, biri də İmam Hüseyn əleyhissalamın mübarək başı qızıl teşdin içində Yazidin qabağına gətirdilər, qoydular. Elə ki, mələkələr gəldilər mihrabda, Zəkəriyaya xəbər verdilər, Zəkəriya şad oldu. Şad olandan sonra Quran belə buyurur, فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ Zəkəriya öz mihrabından çıxdı, فَأَوْحَى إِلَيْهِمْ Qovum da oradaydı, Zəkəriyanın iqtida eləyənlər, Zəkəriyanın yanında olanlar, Zəkeriyaya iman gətirənlər. Amma bu mihrabdan çıxanda ki, qovmunun tərəfinə فَأَوْحَى إِلَيْهِمْ onlara vəhy elədi. Kim vəhy elədi? Zəkəriya. Kimə? Öz qovmuna. Halbuki Zəkəriya da insandı, qovmu da insandı. Nə burada vəhyi Allah eləyir onlara, nə də mələkələr eləyir. Yox, Zəkəriya vəhy eləyir öz qovmuna. İşarə elədi və işarə ilə onları başa saldı. Nəyi başa saldı onlara? Ən səbbihuhu bukrətən və əşiyya. Həm sübh, həm axşam Allaha siz səcdə eləyin, təsbih eləyin, Allaha ibadət eləyin. Pərverdigar aləm mənim duamı eşidib və mənə zürriyyə verib, pak və pakizə. Burada, Quranda, bu ayədə Zəkəriyanın öz qovmuna işarə elədiyi mətləbi Allah vəhyi kimin bəyan edir və biz üçün buyurur. Və bu cür vəhyilər insanların içərisində çoxdur. Bəziləri mühümdür, tarixə keçib, səbt olub, nəql olub. Amma bəziləri mühüm olmayıb, tarixə də keçməyib. Yaxud tarixə səbt eləməyiblər, mümkündür, çox mühümmüdür ola. Amma yazmasın tarixə, deməsin tarixdə səbt olmasa, səbt olmaz. Hazreti Ali Aleyhisselamın zamanında bir nəfər var idi, onun adı Səd-i Xəffafdır. O deyir, Ali Aleyhisselamın dostlarından biri Əbu Umrədir. Amma Zazan tanınıb. Hamı onu Zazan çağırırdı. İran ərazisindən o vaxt getmişdi, Ərəb dövrüdü, Əcəm idi. Əcəm qeyri-ərəbə deyərlər. Əcəm bir adam idi, İran ərazisindən gedib çıxmışdı ora, yavaş-yavaş iman gətirmişdi və Həzrəti Ali Aleyhisselama çox yaxın idi. Həzrət onu qəbul eləmişdi. Ta ki, Həzrətlə bunun tanışdığı günbəgün çoxalır. Səd deyir ki, bir gün mən gördüm, oturmuşdum, gördüm Zazan keçir. Amma nə gözəl Quran oxuyur. Mən təəccüb elədim. Bu Əcəm, Ərəb ləhcəsində bu gözəllikdə Quranı hardan öyrənib bu? Əcəm, Ərəbi danışanda, Quran oxuyanda Ərəb kimin oxuya bilməz? Çünki Ərəbin öz dilidir. Necə o birisilər də elə belədir. İndi Ərəb də istəsə Azərbaycan dili ilə danışa, o da heç vaxt o sözləri düz deyə bilməyəcək. Heç vaxt o kəlmələri ki, Ərəb ya Fars istəyir Azərbaycan dili öyrənsin, danışsın, ağzını açacağın bilirsən. Hər kəlməni də düz desə, Türk kimin düz göz deyə bilməyəcək o. Elə gözü deyəndə biləcəksən ki, bu Azərbaycanlı deyil. Ona görə də bu deyir ki, mən gördüm Zazan Quran oxuyur. Amma necə Quran oxuyur?
təəccüb elədim. Gəldim mən Zazanın yanına. Dedim ki, sən nə əcəb belə gözəl Quran oxuyursan, hardan öyrəşibsən bunu? Deyir, güldü mənə, baxdı, gülümsündü, dedi, onun nağılı var, elə belə deyir o. Deyir, dedim, nə mənədir nağılı? Demən də bilir. Deyir, dedim, mən Həzrətlə çox yaxınam, bilirsən ki. Deyir, dedim, hə, bilirəm onu. Deyir, dedim, mən günlərin birində oturmuşdum, şeir oxuyurdum öz-özümə. Həzrət eşitdi ki, mən şeir oxuyuram. Mənə baxdı, dedi, Zazan, bəs şeir niyə oxuyursan? Quran oxuy. Deyir, dedim ki, ağa, Quranı oxuya bilmirəm. Ərəb dilindədir, mən də onu bilmirəm, oxuya bilmirəm. Odur ki, hərdən belə özüm üçün belə şeir oxuyaram. Ondan sonra deyir, dedi ki, istəyirsən biləsən? Dedim, bəli, istəyirəm biləm. Deyir, Həzrət, ağzın gətirdi mənim qulağıma bir şey dedi. Amma bilmirəm nə dedi. Mən başa düşmədim. Onu deyəndən sonra dedi ki, indi aç ağzını, ağzımı açdım, ağzının suyundan biraz vurdu mənim ağzıma. Deyir, onu eləyəndən sonra indi Quranın hamısın ərəb ləhcəsində əzbərdən bilirəm. Hamısın əvvəldən axıra ərəb ləhcəsində əzbərdən oxuyuram. Səd-i Xəffaf deyir ki, mən İmam Baqir əleyhissalamı gördüm, bir gün ona danışdım. Dedim ki, Yəbnə Rəsulillah, İmam Baqir əleyhissalama, mənim belə bir şirin xatirəm var. İcazə verirsən o şirin xatirəmi sənə danışım? Deyir, Həzrət icazə verdi. Mən də şirin xatirəmi danışdım ki, Zazanla nəcr olmuşdu, mən danışan kimin? Deyir, hamısını danışdım. Danışandan sonra, deyir, İmam Baqir əleyhissalam mənə dedi ki, bilirsən Əli əleyhissalam onun qulağına nə demişdi? Deyir, dedim, ağa, yox, mən də bilmirəm. Heç Zazan özü də bilmirdi. Deyir ki, onu mən bilirəm. O İsmi Əzəmi oxudu onun qulağına. İsmi Əzəm Həzrəti Əli əleyhissalamın məhzərində idi. İsmi Əzəmi Peyğəmbər ona öyrədib getmişdi. Allah rəhmət eləsin. Hacı Əli Səlman adında bir nəfərdi. Hacı Əli Səlman adında bir nəfərdi. O deyir ki, mən 14-15 yaşım var idi. Çox ürəyim istəyirdi ki, Quranı oxuyum. Amma oxuya bilmirdim Quran. Deyir, birdən elə bil ürəyimə düşdü ki, o ki, insanlara Allah vəhy eləyir, o belə vəhy olur. Deyir, birdən ürəyimə düşdü ki, İmam Zaman ağaya təvəssül eləyim mən. Deyir, başladım, təvəssül elədim. Bir müddət təvəssül elədim və xahiş elədim ki, bax, mən istəyirəm Quranı öyrənəm. Bir gecə deyir, mən yatdım, yuxuda gördüm, bir nəfər mənə dedi ki, filan kəs, Kərbəlaya gedirsən? Dedim, bəli. Deyir, getdik Kərbəlaya. Bir də gördüm, Kərbəlada yox biz. Dedi ki, burada rozə məclisi var. Gecədək rozə məclisində oturaq. Deyir, getdik rozə məclisinə. Girdim məclisə, gördüm bir möhtərəm insan əyləşib, amma qabağında biraz çörək var, bir də kasada şorba qoyublar. Mən deyir, yaxınlaşdım ona, baxıram, məni deyir, çağırdı. Çağırandan sonra o çörəyi qızdırdı, soğuqdur çörək. Amma yazmayıb ki, nə cür qızdırdı, harada onu istəyələdi. Deyir, çörəyi istəyələdi, verdi mənə. Dedi, bu çörəkdən ye. Mən deyir, aldım, yuxududa görürəm. Aldım, çörəyi yedim. Yiyəndən sonra Rozaxan başladı rozə oxumağa. Oturduq, axıracanda rozəyə qulaq astıq. Rozəyə qulaq asandan sonra yuxudan ayıldım, gördüm Quranı əvvəldən axıra üzündən oxuyuram. Əzbərdən yox. Əvvəldən axıra necə dəqiq ərəb ləhcəsində
o cür Qur'anı dəqiq oxuyuram. Hətta deyir ki, böyük iclaslarda, böyük qarilər Qur'an oxuyanda, mən onlara hərdəm səhv eləyəndə onlara deyərdim ki, burada səhv elədin. Deyir, ustadların biri mənə dedi ki, sən dünənəcən Qur'anı üzündən oxuya bilmirdin, indi mənim kiminlərə sən səhv tutursan. Ondan dedim ki, ağa, narahat olma, Həzrəti Höccətin bərəkətidir. Həzrəti Höccətin bərəkətindən mən bu işi görürəm. Bəzən yuxuda, bəzən elə belə, bəzən heç İmam-ı Məsum da deyir. Elə belə məmuli insanlardır. Şeyx Həsən Əli İsfahani, arif bir insandır, böyük bir şəxsiyyətdir ki, onun barəsində kitablar yazıblar, necə bir şəxsiyyət idi. Məşəddə, hərəmdə azancıdır bir nəfər. Azan deyən adamdır da. O danışır. Deyir, mən Məşəddə həmişə azan verirdim. Səsi yaxşı idi, azanı həmişə deyir, hərəmdə mən azan verirdim. Tain ki, Allah rəhmət eləsin, Şeyx Həsən Əli İsfahani deyir, rəhmətə getdi. O Məşəddə olurdu. Deyir, rəhmətə getdi, onu dəfn elədilər. Dəfn eləyəndən sonra, mən hər gün deyir, azanı deyəndən sonra, namazdan sonra, hər gün gedirdim, dayanırdım, onun qəbrinin üstündə ona Fatih oxuyurdum. Bir gün deyir, gedib oturmuşdum onun qəbrinin üstündə, Fatihəni oxudum, yuxu tutdu məni. Elə başımı qoydum onun qəbrinin üstünə, yatdım, gördüm Şeyx Həsən Əli özü gəldi. Dedi, filan kəs, bəs mənə Taha surəsi nə üçün oxumursan? Yasin niyə oxumursan? Dedim, ağa, mən nə Yasin bilmirəm, nə Taha bilmirəm. Mən heç Quranın əsasən üzündən oxuya bilmirəm. Mən elə bir azan bilirəm ki, orada azan verirəm. Bir də ki, namazımı öyrəşmişəm, ondan sonra bilmirəm. Deyir, dedi ki, oxuy. Dedim, axı bilmirəm. Deyir, 3 dəfə təkrar oldu bu söz. Dedi, oxuy. Bu 3 dəfə mənə təkrar eləyəndən sonra mən yuxudan ayıldım. Yuxudan ayıldım, gördüm. Həm Tahanı əzbərdən bilirəm, həm Yasini əzbərdən bilirəm. Ömrümün axırına qədər də deyir, onun qəbrinin üstündə hər gün həm Tahanı əzbərdən oxuyurdum, həm Yasini əzbərdən oxuyurdum. Ta ömrünün axırına qədər bu işi görmüşdü. Bax, beləncə hadisələr çox olur. İnsan təvəssül eləyir, insan yalvarır, insan nuraniyyət tapır, Pərverdigar aləmdə istəyir, özü ilham eləyir, yaxud bir insanların vasitəsilə ilham eləyir, vəhy eləyir, o öyrənir. Allah rəhmət eləsin, Dəstiğeyb şəhid oldu, böyük alim idi. Mən onu bir dəfə gördüm, şah vaxtı idi, biz onda təzə quma getmişdik, dərs oxuyurduq. 20 yaşım, 21 yaşım vardı, məşğul olduq dərsə, o da sürgün idi. Şahla mübarizə eləyən ayətullahlardan biri idi. Eşitdik ki, dedilər, onun sürgünlükdən qutarıb müddəti, gəlib quma ziyarətə. Soruşduq ki, ay Dəstiğeyb hardadır? Görsətdilər, dedilər, filan kəsin evindədir. Orada 2 gün qonaq qalacaq qumda, ondan sonra gedəcək Şirazda olurdu o. Şiraz ruhanilərindən idi. Biz də bir dəstə getdik, sinifdən çıxmışdıq, dərsdən çıxmışdıq, getdik, oturduq. Təxminən mən, indi dəqiq deyə bilmərəm, yarım saatdan bəlkə də çox, 1 saata yaxın mən onun məhzərində oturmuşam. Ömrümün əvvəlindən axırına bir dəfə elə o nəsib olub mənə. 1 saata yaxın oturduq. O da çox nurani, yaşlı bir insan idi. Təxminən 70-dən çox yaşı var idi. Çox nurani, gözəl bir insan idi. Oturmuşdu, hərdən sualza soruşurdular, danışırdı. O özü çox şərif bir adam idi. İmamın tərəfindən inqilabdan sonra Şirazda İmam Cümə oldu, imamın nümayəndəsi oldu. Ondan sonra da onu terror elədilər, parça-parça olmuşdu, bədəni tikə-tikə olmuşdu. Ki onun yoldaşı o şəhid olandan sonra müsahibə eləmişdi. O həmin nağıl ki, eşidibsiniz bəlkə də,
ki onun yoldaşı deyir, 30 il idi bu. Hər il bir dəfə kəfəni var idi bunun bir dənə, gətirərdi ildə bir dəfə onu geyinərdi, ondan sonra yenə də qatlayıb qoyardım sandığa. İldə bir dəfə. 3 tükü olur da kəfən bilirsiniz. Deyir, 3'ünü də geyinərdi, ondan sonra verərdi, qoy ildə bir dəfə istifadə olsun heç olmasa. Bir dənə də deyir, kisə, torba tihmişdi, o torbanın içinə qoyurdu onları. Deyir, mən neçə dəfə soruşdum ki, ağa, bax, bu kəfənin 3 dənədir, bilirəm. Amma bu torba nədir? Deyir, hər vaxt soruşurdum, başını salırdı, aşağı cavab vermirdi mənə. Day, mən soruşmadım. Day, gördüm, demir mənə. Amma şəhid olandan sonra ki, evdən istirdi çıxa, cümə günü namaza gedə, orada onu partlayış eləmişdilər və orada şəhid olmuşdu. Götürdülər, apardılar, dəfn elədilər. Deyir, onu dəfn eləyən günü gecə gəldi mənim yuxuma. Dedi ki, o ki sən mənə deyirdin, o torbanı neynirsən, o gün lazım olacaq. Mənim bədənimdən bir tikəsi düşüb qapının dalında qalıb görmürlər. Onu denən oğlum Əbdülhüseyn getsin götürsün, o əti də var, sümücü də var. Ona quslu versinlər, qoysunlar, o torbaya gətirsinlər, dəfn eləsinlər. Bax, belənçi bir insanıdır. Dəstəqəyib özü 30 il qabaqdan öz kəfənin o cür hazırlamışdı. O deyir, mən oturmuşam Şirazda, bir nəfər insan gəldi, Hacı Əli adında. Kazirunludur, Kazirun Şirazın şəhərlərinin biridir. Deyir, gəldi mənim yanıma, yaşlı bir insan olmuşdu. Məndən təxminən deyir, elə həm yaş idik, belə o da yaşlı bir adamıdı. Deyir, gəldi, xəstə idi, özün həkimə də göstərəndən sonra gəldi bizə qonaq, əlində bir Quran vardı, bir məfatih. Deyir, mən biraz onunla danışandan sonra dedim, bu nə? Quran məfatih. Deyir, dedi ki, ağa, bunu gətirmişəm, sənə hədiyyə eləyəm. Dedim, nə əcəb, məndə var, Quran məfatih məndə var. Dedi, bunlar başqa şeydir. Bunların hadisəsi var. Qoy, indi mən sənə danışım bunun hadisəsini. Deyir, mən də qulaq asıram, bu da danışır mənə. Deyir, sən məni tanıyırsan, uşaqlıqda mən yetim uşağıdım. Atam rəhmətə getdi, getdim alver ilə məşğul oldum, da Quranzat öyrənə bilmədim. Tain ki, günlərin birində getmişdim Kərbəlaya. Getdim Kərbəlada, istirdim ziyarət eləyim, Ərəfə günü idi. Nə qədər elədim, mən ziyarəti oxuya bilmirəm, izdihamıdır, çox adam. Mən bir adam da tapa bilmədim ki, çağıram deyəm ki, mənə bu ziyarətnaməni ikimiz oxuyaq. Sən oxu, mən də səndən oxuyum. Qaldım belə. Orada deyir, halım dəyişdi. Ağladım. Dedim, ya Hüseyin ibn Əli, mən gəlmişəm səni ziyarət eləyəm, amma ziyarət oxuya bilmirəm. O halda deyir, gördüm bir nəfər mənim əlimdən yapışdı, dedi ki, istəyirsən ziyarət oxuyasan, dedim, bəli ağa. Dedi, gəl, ikimiz oxuyaq. Gəldi, deyir, oxudu, ziyarət-i varisi oxudu mənə. Ziyarət-i varis məfatihdə var. Ziyarəti deyir, oxuyandan sonra mənə, dedi ki, mən varisi oxudum sənə, Əminəllahı da özün oxuya bilərsən. Əminəllah da ziyarətdir, o da məfatihdə var. İkisi də çox mötəbər ziyarətdir onları. Deyir, dedi ki, Əminəllahı da özün oxuya bilərsən. Ondan sonra deyir, mənə dedi ki, hərəmdən ki çıxırsan, bir dənə kitab satan var, Şeyx Mehdidir adı. Ondan gedərsən, bir dənə məfatih alarsan, məfatih yaxşı kitabdır. Deyir, o mənə deyir, məfatih yaxşı kitabdır. Bir dənə ondan alarsan, ondan sonra da özün oxuyarsan. Deyir, mən əyildim yerdə, səcdə elədim, durdum, gördüm, yoxdur. Ondan sonra çıxdım. Gəldim, baxdım, gördüm, hə, o kitab satan var. Kitab satan var, mən gəldim kitabı, ondan aldım. Girdim tükana deyib, girəndə gördüm bir nəfər Şeyx Mehdi oyudu ki, deyib, orada durmuşdu. Məfatihi əlində götürüb, dedi ki, gəl, bu səninkidir. Deyir, hələ ki, mən ona danışmamışam ki, mən nəyə gəlmişəm bura. Sonra deyib, çıxartdım, pulun verəm, dedi, narahat olma, pulu da çatıb. Pulunu da veriblər. Sonra mən çıxdım. Gəldim, evə gələndən sonra deyir, mən öz-özümə dedim ki, mən soruşmadım ki, onun pulun kim verib sənə. Kaş onu soruşardım ki, onun pulun kim verdi sənə. Sonra deyir, çıxdım, gəldim soruşmağa, yolda yadımdan çıxdı, ayrı işə getdim. 3 dəfə, 4 dəfə deyir, mən
2-3 gün ki qalmışdım orada. Evdən çıxdım, gedəm ondan soruşam. Yolda yadımdan çıxdı ki, mən hara gedirəm, başqa işə getdim. Ta ki Kərbəladan çıxdım, gəldim. 3 ildən sonra qayıtdım Kərbəlaya. Birbaşa getdim onun dükanına ki, onu soruşum. Gördüm, dedilər Şeyx Mehdi rəhmətə gedib. Bu məfatih dedi, ağa, o məfatihdir. Sonra deyir, mən həm məfatihi oxuya bilirdim, həm Quranı təvəssül elədim, Həzrətdən öyrəndim, Quran oxuya bilirdim, həm də bu Quranı mənə bir nəfər hədiyyə gətirmişdi, həmişə oxuduğum Qurandır və o məfatihdir ki, mən sənə hədiyyə verirəm. Bax, belənçi nümunələr bizim tariximizdə, bizim şəxsiyyətlərimizin içində saya gəlməyən qədər, hesaba gəlməyən qədər bunlardan var və hamısı da çox mötəbər insanların vasitəsilə. Ola bilsin, bəzi insanlar da bəzi sözlər danışa, amma adam onlara inanmaya. Amma bəzi insanlar ki, dünyanın hamısını verəsən bir kəlmə yalan danışmaz, o cür insanların barəsində belə bir hadisələri görəndə insan bilir və Quranda da buyurur ki, bəzən insanlar insanlara vəhy eləyir və bəzən də Allah insanlara ilham eləyir. Allahümme inna nes'aluke ve ned'uke bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. İlahi, dualarımızı müstəcab elə. Ölənlərimizi qəriq rəhmət elə. Aqibətimizi xətmi bi xeyr elə. İlahi, günahlarımıza qələmi əfv çək. Hacətlərimizi rəva elə. Xəstələrimizə şəfa inayət elə. İlahi, bizi düz olan yola, istədigün yola hidayət elə. İlahi, izzətimizi əlimizdən alma. Axir Ramazanımız qərar vermə. Bu Ramazanın feyzindən bizi binəsib eləmə. Allah bizi Qur'anından, əhl-i beytidən ayrı salma. Allahlığın xatirinə ölənəcən ruziyə halal bi minnət mərhəmət elə. Pərverdigara qəbrimizin əvvəl gecəsi nuri vilayət əmirul müminindən ayrı salma. Allah xalis olan salamlarımızı imam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. O Həzrətin zuhurində təcil elə. Bihaqqi Muhammedin və alih və bihaqqi surətil mübarəkətil fatihəti ma'as salavat. Allahümme salli ala